Hanımlar ve canablar, el pueblo de Nuestra Señora la Reina de Los Angeles, yani mələklərin kraliçası olan xanımımızın şəhəri, yəni qısa şəkildə Los Angeles'e hoş geldiniz. Bugün Los Angeles'tayıq və Los Angeles şəhəri gördüğünüz kimidir bu şəkildə. Bura Los Angeles'ın mərkəzi küçəsi sayılan Hollywood bulvarı deyək, küçəsi deyək, prospekti deyək, oradır. Yerlərdə də görürsünüz, ulduzlar var. Ulduzların yəqin ki mənasını bilirsiniz. Burada ümumiyyətlə bu küçə Los Angeles'ın ən məşhur küçəsidir və bu küçə üzərində 2500'e yaxın bu formada ulduz var. Bu ulduzlar hərəsinin üzərində bir ad yazılıb təbii ki. Məsəl üçün Dick Enberg, nə bilim, Hal David və və ilə Tim Conway, məsəl üçün Ella Fitzgerald, çox sevdiyim bir müğənnidir. Neysə, bu küçə üzərindəki bu ulduzların hər biri gördüyünüz kimi bir şəxsə aiddir. Verin. Və istər film sektorundan olsun, istər musiqi sektorundan olsun, istər nə bilim idmandan olsun falandan beşməkən ulduz adına layiq olan, ulduz adını belə deyim almış bütün şəxslərin adlarını bu küçədə görə bilərsiniz. Burada görürsünüz Sylvester Stallone'nin adı var. Vesaire belə. Girişdə nəyə görə o qədər uzun adı dedim? Çünki bu şəhərin əsl adı elə o uzunluqdadır. Çünki İspanlar bura gəlib, bildiyiniz kimi buralar hamısı İspan müstəmləkəsi olubdu. Vaxtında İspanlar gəlib buraları belə deyim quranda Los Angeles şəhərini İspanlar qurubdu. Bu şəhərin ilk adı olubdu El Pueblo de Nuestra Señora la Reina de Los Angeles. Yəni mələklərin kraliçası olan xanımımızın şəhəri. Amma təbii ki sonradan İspanlardan bu şəhər çıxıbdı. Meksikalılar müstəqillik qazandı, Meksikalılar da olubdu. Sonra Meksikalılardan Amerikalılar gəlibdi, bu torpaqları Kaliforniyanın falan beşmişə Meksikalılardan alıbdı. Sonra o olubdu, bu olubdu. Deyiblər, bu şəhərin adı uzunluq adam, nətər eləyək, nə qayraq, nə eləyək? Şəhərin adını qısaldıblar ilə qısa şəkildə Los Angeles oralar. Şəhərin adını qısaldıblar, şəhərin adını elə qısa şəkildə Los Angeles olaraq dəyişdiribdilər. Cəmi bu küçədə cəmi bir nəfərin adı yerdə yox, divarda yazılı. Onu da o arkada qaldı. Onu da sizə birazdan göstərəcəm. Belə Hollywood bulvarı bu şəkildədir. Hollywood bulvarı dediyim kimi ən məşhur küçəsidir Los Angeles'ın. Los Angeles 44 nəfər belə deyim İspan tərəfindən qurulubdu. İspanlar gəlib buranı qurubdular. 44 nəfər İspanlar. Sonradan buralar Meksikada, dediyim kimi Meksika artıq müstəqilliyin əldə edəndən sonra Meksikanın olubdu. Sonra Meksikadan gəlib Amerika alıbdı. O olubdu, bu olubdu. Və 1900-cü illərdən artıq 1900-cü illərin əvvəllərindən başlayaraq Los Angeles partlayış reallaşdırıb. Necə? Çünki film sektoru burada Hollywoodla falanla beşməkanla film sektoru inanılmaz bir səviyyəyə gəlib çatıbdı və bu film sektorunun, Hollywoodun falan beşməkan bu qədər məşhurlaşması təbii ki Los Angeles'də məşhurlaşdırıldı və Los Angeles dünyanın ən belə deyim tanınmış şəhərlərindən birisinə çevrilib. Amma məndən soruşacaq olsanız bir o qədər də sevdiyim bir şəhər deyil. Çox da bir məna görmürəm, yəni belə deyim çox şişirdilmiş şəhər olduğunu düşünürəm. Süni bir şəhər olduğunu düşünürəm Los Angeles'ın. En azından yəni nə bilim mənə elə gəlir. Amma Los Angeles'ın təbii ki gözəl yerləri var. Məsəl üçün Santa Monica bölgəsi var. Oranın çox gözəl çimərlikləri var. Məsəl üçün Malibu çimərlikləri çox qəşəngdir buraların. Ümumiyyətlə Kaliforniya gözəl yerdir. Los Angeles təbii ki gözəl yerdir. Amma dediyim kimi gözəl olmasından da əlavə çox şişirdilmiş bir yerdir. Lazımından çox daha artıq şişirdilib deyə düşünürəm. Onun da təbii ki səbəbi film sektorunun deyim bu qədər
inkişaf etməsidir. Film sektorunun bu qədər məşhurlaşmasıdır. Çünki Los Angeles'in məşhurlaşdıran şey filmi olubdu, Hollywood olubdu və indiyə qədər də o Hollywoodun çörəyini yeyir. Buralar əslində gecə vaxtı çox da rəngarəng, maraqlı olur. Gündüz elə də şey olmur. Əslində səhər erkən saatlarda günortadan sonra burada adam əlindən tərpənmək olmur. Səhər erkən saatlar olduğu üçün hələ bu cəmaət bu qədər azdır. Bu da təbii ki Los Angeles'ın olmazsa olmazı homeless'ları. Onların homeless deyəndə bommuş deyərdi. Homeless deyəndə adamın üzünə baxırlar belə çək. Yəni biz demir. Yəni bommuş deyəndə ona da yəni homeless dedim şey oldu. Bu da Charlie Chaplin. Anlıyorsunuz yəqin ki müəllimi yaxın qardaşdır. Ki görürsünüz hər yerdə ulduzlar var. Hər yerdə ulduzların adı yerə yazılıbdır. Və cəmi bir nəfərin adı var ki, görürsünüz hamısı yerərdədir. Və cəmi bir nəfərin adı var ki, onun adı yerə yox, yəni yerdə yox, məhz divarda yazılıbdır. O adam da kimdir? Adam da Muhammed Ali'dir. Məhəmməd Əli öz adının yerə yazılmasına icazə vermir. Nəyə görə icazə vermir? Çünki deyir ki, mən Peyğəmbərin adını daşıyıram. Bilirsiniz ki, Məhəmməd Əli xristiyan olubdur və sonradan dilini dəyişdirib və adını da dəyişdiribdir. Və adını dəyişdirəndən sonra Məhəmməd adını götürüb və onun adının yerə yazılmasına, Ulduzlar küçəsində burada yerə yazılmasına qəti şəkildə icazə vermir. Deyir ki, mən Peyğəmbərin adını daşıyıram və Peyğəmbərin adı heç vaxt yerə yazıla bilməz. Onun üçün də Hollywood bulvarında bu belə deyim küçədə tək bir adamın adı, görürsünüz hamının adı yerlərdə yazılıbdır. Tək bir adamın adı divara yazılıb, yəni yuxarıdadır. O da Məhəmməd Əli, dünyanın ən məşhur, bəlkə də elə ən məşhur deyə bilər, dünyanın ən məşhur boksyoru hesab olunan Məhəmməd Əli. Hətta dünyanın ən məşhur idmançısı da demək olar Məhəmməd Əli haqqında. O qədər böyük bir məşhurluq olubdur. Elvis Presley kardeşimiz Presley olub deyin, əzəli olsun, Elvis Presley olub zaten. O Hollywood'a da gəlib o maşın sürürləri, bahalı maşınlar falan nəbəşməyəcəm. Onlar əslində yəni bu cür saatlıq maşınlardır. Saatı da yəni 6 miles bir formada verir. Mesela starting $30, $40 başlayır falan. Yəni $30, $40, $50 verir, belə maşınları götürüb qabağına həm şəkil çəkdirirlər, sürürlər. Güya ki, bunların həyat tərzi budur da, aldanmayın elə şeylərə. Dedim, başınızı salın aşağı, işiniz işdir. Aldanmayın elə şeylərə, heç var. Heç var. Həyat Instagramda göründüyü qədər gözəl bir yer deyil. Bu da Elvis Presley, əzələli bədənli qardaşımız. Bu da dediyim kimi Hollywood bulvarının gecə görüntüsü. Gecə vaxtı bura daha belə deyim, rəngarəng, daha maraqlı görünür. Gördüyünüz kimi ışıqları falan. Ümumiyyətlə, Amerika sevir də bu ışıqlarda. Bu ışıq söhbətini Amerika sevir də. Las Vegas olsun, nə bilim, New York olsun, bura Los Angeles olsun. Adamlar ışığın necə istifadə olunmağını bilirlər. Belə bir yerdir Los Angeles. Los Angeles. Los Angeles. Yəni ora. Bu arada Los Angeles, mən bunu Los Angeles'da deyirəm, Los Angeles'da deyirəm, Los Angeles'da deyirəm. Nə olur, onu çox belə dilişməyin. Çünki qarışdırıram arada bir. Yəni kanallar İspanca deyirəm ki, İngiliscə deyirəm falan. Yəni ona görə çox şey eləməyin. Oralara takılmayın. O Tesla'ya bax. Hə. Los Angeles həqiqətən çox günəşli şəhərdir. Təsəvvür edin ki, ilin 365 300 günü burada günəş olur. Yəni ilin 300 günü burada günəş var. Yəni elə bir şəhərdir Los Angeles şəhəri.
İndi deyəcəyiniz ki, və o nədir o, nə hoqqa verirsən, bizə o niyə o şey Hollywood yazısını göstərmirsən? Göstərəcəm, biraz səbir olun. Yəni bu videoları hazırlayanda, yəni bu bir günə ərsəyə gəlmir. Yəni bir dənə tak ora gedim, bura gedim olmur. Ya elə videom var ki 15 dəqiqədir, amma 10 günlük oradan material olur. Yəni orada da gedəcəm, sadəcə səbirə. Bax, indi nə edəcəm? Soruş denən indi nə edəcəm? Hollywood yazısı var ya, məşhur. Oraya gedəcəm, özü də piyada gedəcəm. Adığa prinsipə piyada gedəcəm. Çox da inanmıram oraya gedə biləcəyim, amma gedərəm, niyə getməyəm? Hollywood yazısı çox yuxarılardadır. Bir xeyli məsafə getmək lazımdır. Gedim də görək. Burada da bir homeless'ın evini görürsünüz. Bu bir ev daha, yəni belə şey eləməyin. Bu bildiyiniz bir evdir. Evdir, kiminsə evidir, yəni şey deyib keçməyin. Bu hansısa bir homeless'ın evidir, yatağıdır, yurdu yuvasıdır. Elidir, obasıdır. Həmişə o Hollywood yazısını görəndə fikirləşirdim, görəsən olan ölçüsü falan nə boydadır. Gedib yaxınına baxacaq. Normalda yəni yaxınına demək olar ki, heç kəs getmir. Yəni hamı uzağından falan dayanıb şəkildə çəkdirir. Amma ən yaxınına getməyə çalışacağım, belə ən yaxınına. Görüm nə boyda olur o hərflər. Gedəcəm. Hayda, bu nə perivaldır. Çox belə, çox dik deyirəkdir. Dağın təpə, normal bir yerə qoyun, nə? Oy, çox dik deyir buraları. Düzdür, bir xeyli yol gəlmişəm. Elə bir 2 saatlıq falan da yolum qaldı. 1 saat 45 dəqiqəlik falan. Hələ var. Tamam. Geçen bir mənzərə. Buraya Hollywood Parkı gedir buranın adı elə. Gölün adı elə bir şey gedir. Geçen mənzərəsi var. Putena. Hollywood yazısını burada gördüm. Şimdi yaxınlaşaq şöyle yanına. Stil yok şu buralar. Canım üçün harasa gedirəm. Amma özüm də bilmirəm hara gedirəm. Və yəni bu nə yolda axı mən girmişəm. Yəni beləmi olmalıdır bu söhbət. Nə var, gedirik də. Bəli, mən piyada basıb yolu, o boyda yol gəldim. Görürsünüz, cəmaat da maşınla gəlib. Mən də sən çox şeydən. Mən çəkdirin. Ən yaxşı sizdə, ən yaxşı kadr sizdə olsun. Ən gözəl kadr sizdə olsun. Çəkdirin. Cəmaat maşınla gəlib. Mən də piyada Dərətəpəni yapacağım. Nəyə görə? Çünki hərənin özünün zövq aldığı şeylər var. Avtobuslar gəlir, aşağı gedən gəlir. Mən sadəcə olaraq özüm piyada gəlmək istəyirəm. Neyse, Hollywood yazısı. Burada da daha çox gedəcəm, daha da yaxınlaşacağım ona. Belə uzaqdan uzağa baxmaq, qardeş, mənlik də öyle. Uzaqdan uzağa baxmaq, onun yanına gedəcəm. Yolcu oldu, get. Çatıram. Bir neçə lövhə yerləşdirib ki, ozon falan girsəz, cəriməsi var, $1000 falan. Onun üçün çox da getmək istəmirəm. Belə yəni yazıb qoyub belədir. Üstüne kifayət qədər böyük bir yazıdır. Bu da Los Angeles mənzərəsi. Yəni belə. Gəlin elə bura qədər gəlmişkən
Hollywood yazısı haqqında kiçik bir məlumat da verim. Hollywood yazısı əslində 1923-cü ildə Hollywoodland yazısı olaraq burada qoyulubdur. Məqsəd də burada yeni tikilən evləri reklam eləməkmiş. 18 ayda qalacaqmış onsuz da. Amma o qədər məşhurlaşıbdır ki, 18 aydan artıq qalıbdır. Sonradan o Land yazısı belə deyim, yığışdırılıbdır. Təkcə ilə Hollywood qalıbdır. Amma sonradan yenə də Hollywood yazısı başlayıb köhnəlməyə, nə işıqları falan beşmükən sıradan çıxıbdı və dağılıb gedibdi. Amma 1970-ci illərdə buradakı imkanlı şəxslər belə deyim, hərəsi sponsor olaraq Hollywood yazısını təzədən bərpa eləmək qərarına gəlibdilər, belə deyim. Hər imkanlı şəxs elə bil ki, bir hərfin pulunu veribdi və beləliklə Hollywood yazısını yenidən burada bərpa eləyibdilər. Deyim ki, 1970-ci illərdə bərpa olunubdu. Amma tarixi 1923-cü ilə gəlib çıxır. O vaxtlar buradakı yeni tikilən evləri reklam eləmək üçün Hollywoodland yazısıymış bura. Yəni, belə çox mənasız bir məlumatla daha bugün tanış olmuş oldunuz. Davay Hollywood. Görüşərik. Bu. Heç zat düşə bilərik artıq. Vamos, getdik. İndi də hara gəldim? Santa Monica'ya gəldim. Los Angeles'ın bəlkə də ən gözəl bölgələrindən birisidir. Santa Monica. Avtobusdan düşdüm. Bir xeyli məsafə var. Avtobusdan bura saat yarıma gəldi. İndi sizə bir dənə elə ayrılmayın. Sizə qəşəng bir mənzərə göstərəcəm. Dediyim kimi Los Angeles'ın ən gözəl yerlərindən birisi sayılır. Santa Monica və karşıda gördüğünüz bu yer artık aradı. Sakit Okeanı. Bəli. Santa Monica Los Angeles'ın Sakit Okean sahilləridir. Görürsünüz. Los Angeles'ın əslində qəşəng çimərlikləri çoxdur. Ne bileyim, burada şey var, neydi onun adı? Malibu var. Long Beach var. Ne bileyim, Santa Monica var. Ama çok da bir simbolik de bir şey var bunun. Nədir ona? Santa Monica'nın bu hissəsini. Yani Santa Monica Pier gedir oranın adı. Böyle bir yer. Gördüğünüz yerler Sakit Okean'dı. Pacific Ocean. Bu arada Sakit Okean niye Sakit Okean değiller onu bilirsiniz mesela. Sakit Okean çünkü o vaxtları Mehmet Magella çıxıb Sakit Okeanı işte şeyleri görəndə "Elə qadam bu nədir? Bu niyə belə sakitdir?" Əslində sakit zad deyil, yəni kifayət qədər dalğalıdır. Yəni baxmayın, yəni çünki Los Angeles'ta qış ayları olmasına baxmayaraq hava istidir falan, amma dəniz yəni olduqca okean olduqca dalğalıdır və soyuqdur. Buna bax. Nəysə Magellan o vaxtlarım görür ki, bu sakitdir. Yəni onun çıxdığı yer sakit imiş. Yəni belə sakit, pasif bir şeydir. Yəni deyir elə buranın adını elə qoyaq Pacific Ocean. Oceano Pacifico. Yəni Sakit Okean. Qaqam günəşlənir, qaqam günəşlənir. Belə bir yerdir Santa Monica. İndi təbii ki oralar da gələcək. Başım axşama qədər buralardayım. Ama Santa Monica'ya geten çok babas bir bölgedir. Niye əsəbləşir? Ha, 100% burada yatır. Hamısı da burada yatır. O da orada yatır homeless. O birisi de gəlib orada nədir onun adı? Gülləri falan bu duyur. O aparatın səsi başına düşürdüyün qışqırır ki şeylə. Mənə mani olma, yatıram. Axtardığım rahatlıq budur bax. Axtardığım rahatlıq, axtardığım egoizm budur. Oh. Gözəl. Artıq Los Angeles belə deyim, gözümə girməyə başladı. Sonlara doğru da olsa gözümə girməyə başladı.
Pier. Şeyin öyle bir şey, Santa Monica bölgesinde Sakit Okeanın üstüne estekada kimi bir şey kurdular. Öyle bir şey. Santa Monica Pier. Şimdi burada roller coaster var. Çok balaca olsa da var da yani. Demirlər ki yoxumuzdur. Var, balacadır. Həmçində Santa Monica Pier. Santa Monica Pier. 66 Route 66'nın bitiş nöqtəsi sayılır. Dünyada məşhur 66 Amerikanın boylu boyunca gəzirsən bu rota ilə dediyim çox məşhur bir marşrutdur. Onun bitiş nöqtəsi sayılır. Həmçinin bitiş nöqtəsi olmasından dəlallı başlanğıc nöqtəsi hesab edib. Bitiş isə başlanğıc ola bilərdi. Daima quşlarla sevgi, gögərçinlərlə sevgi yaşayır, eşq yaşayır gögərçinlərlə. Bəli, bu da Santa Monica Pier'in daha doğrusu daha doğrusu Los Angeles'ın bu da Sakit Okean sahilləri bu formada bir yerdir. Pistöcü. Bilmiyorum izleyenleriniz falan var mı? Forrest Gump'ın filmi yəqin izləmiş. Forrest Gump'ın da buralarda keçən yerləri var. Forrest Gump kinosunda Santa Monica Pier. Burada Santa Monica Pier'in ən uç hissəsi. Artıq görürsünüz, okeanın tam içərisindədir. Ən uç hissəsi buradır. Belə maraqlı bir yer. Hatta olaraq burada taktiba məsələsində burada şəkil çəkdiriblər. Taktidə. Ne bilirlər ki, burası Santa Monica Pier'dir. Yəni məsələn sizə bir dənə kadr göstərim. Hə, buradan baxa bilərlər. Və burada məsələn belə şəkil çəkdirirlər. Hardan bilir ki, Santa Monica? Xəzər dənizində də belə bir şəkil çəkdirsəm, yəni ataram ki, Santa Monica. Bu belə şəkil çəkdirə bilərəm o məsələn. Belə eləyə bilərəm. Bu formada olar, amma belə şəkil çəkdirirlər falan. Adi okeandır, yəni Xəzərdən nə fərqi var? Heç. Daim gögərçinlərlə bir eşq yaşayır. Bir sevgi macərası var daim gögərçinlərlə. Belə. Santa Monica Pier. Mən axşama qədər onsuz da buralardayam. Burada bir gün batımını izləmək istəyirəm Santa Monica'da. Yəni də keçək axşama yavaş-yavaş, çünki onsuz da video çox uzanır. Yavaş-yavaş axşama keçək. Yəni Santa Monica bu formadadır. İndi mən gedim biraz yemək saat yeyim bir tikə. Bir tikə qarnımıza çörək yeyək. Kasıb sözü. Gedək bir tikə qarnımıza çörək yeyək. Gedək bir tikə qarnımıza çörək yeyək buralarda, sonra qayıdacağım. Olmasın. Burada gözəl mənzərə ilə bir yerdə Sakit Okean. Düşüm aşağıya salamat biraz. Belə şey sevmirəm. Qayalıqlardan falan girməyə xoşlayıram. Çünki burada fikrin nə qədər getməlisən ki, içinə girə bilərsən okeana. Bilirsiniz, elə xoşlanmıram. Birbaşa batmaq istəyirəm. Bunların roller coasterları. Çox balacadır, amma yəni də yola verirlər. There's a lot of love will take you far away, so very far away. He will come someday. Bu da Pier'in alt hissəsi, aşağı hissəsi. Hər yerini analiz elə də görmə, hər yerini analiz eləməliyəm də bunun da. Yox, bura şey geçsə, bunun üstün... Abi, nə də gögərsin, bax.
bura nə qədər beton gedər ki bura? Dəmir betondur. Neyse, belə. Əslində kölgə deyim bura, gəl deyim. İstəmirəm günəşdə çox yanam. Əlində paltar olmayanda yanma okeydir, amma əlində paltar olanda günəşdə yanırsan fəhlə yanığına oxşuyur. Hani qollar zaten hamısı qara olur. Bədən nə vaxtı onun üçün. Belə yaxşı. Belə. Gögərsinlər. Ay, nətər çıxar? Zulmun, orada nətər çıxarsan sən? Oy, orada yaşayırsınız. Olu çıxmağa yerlər yoxdur ki lan. Canıma. Bunlar bura şey alıbdılar. Zato Los Angeles'te yaşayırlar. Wow, buranın geçen unikal bir mənzərəsi var. Bura geçen yer. Nədə? Nədə? Nə olub? Belə, Santa Monica üzərində artıq günəş batmaq üzrədir. Təkcə Santa Monica üzərində Los Angeles, təkcə Amerika Birləşmiş, ümumiyyətlə Amerika qitəsi üzərində artıq gün batma zamanıdır. Çünki burada batan günəş artıq Amerika qitəsi üzərində tamamilə batmış kimidir. Gördüyünüz bu günəş artıq Amerika ilə sağollaşır. Belə deyim, artıq burada batan günəş Asiyada doğacaq. Çünki Sakit Okeandır bura və Sakit Okeanın belə deyim, xırda adalarının çıxmaq şərti ilə uçsuz-bucaqsız bu okeanın digər tərəfi artıq Asiya qitəsidir və dediyim kimi burada batan günəş Asiyada doğacaq. Belə ümid edirəm ki, az da olsa sizə maraqlı ola biləcək bir video hər şeyi gətirə bildim. Los Angeles'tan bu qədər. Yeni şəhərlərdə, yeni ölkələrdə, yeni videolarda görüşmək ümidi ilə sağ olun.